Xoş gördük əziz tamaşaçılar. Bugün də bizim sayılıb seçilən qonağımız var. Elşən Rüstəmov səsi ilə, görünüşü ilə, fakturası ilə çoxlarını heyran qoyan əməkdar artist. Xoş gəlmisiniz Elşən müəllim. Спасибо. Başlayın. Çox sağ olun. Yəqin ki 1 manat məndən cərimə olacaq. Rus sözləri olmaz, xarici sözlər olmaz. Nəzərə alın. Ona görə mən də bu əlbəttə zarafatıdır. Çox sağ olun, təşəkkür edirəm. Xoş gəlmisən. Bu yeni verilişdir. Ona görə də sizə bu işdə böyük uğurlar diləyirəm. Elə bildim hədiyyə gətirmisən. Hədiyyə görə. Evi yox, özünüz hədiyyəsiz. Röşən belə zarafatlar var. Fikir verməyin. Ev yox. Elşən müəllim, daha çox çəkilmək yoxsa çevirmək hansı sizə yaxındır? Nəyi çevirmək? Yəni Filmi dublyaj çevirmək, eləmək. dublyaj Çək eləmək. çevirdi. Verilişimizin adı da Çevirdi. Bəli, Çevir. mövzuları çək-çevir eləməyə çalışacağıq sizindən. Mövzuları və aktyorların özlərini də çək-çevirirsiniz yoxsa? Aktyorların özlərini deyəndə işlərini özlərindən çəkir. işimiz Hətta yoxdur. Özlərindən televiziyalarda eləyirlər də onsuz da, yəni. Aktyorlarla da yox, həm müğənnilərlə. Biz o məsələyə qarışmırıq. Şəxsi məsələlərə məsələlərə qarışmırıq, qarışmırıq. əsas iş, sənət. Hə, deməli dublyaj və Çəkilmək yoxsa çevirmək, dublyaj etmək, səsləndirmək hansı çətindir? yaxındır sizə. Özünüzü harda daha çox tapırsınız? Bizə görə hər ikisində. Sözün düzü mən heç vaxt bu barədə fikirləşmirəm. Məsələn, mən bu işdəyəmsə, həm səsləndirirəm, tutaq ki, həm çəkilirəm, həm tamaşa oynayıram. Mənə elə gəlir ki, hər birində yəni öz ürəyimi qoyuram, böyük ürəklə, böyük şövqlə bu işlə məşğul olmaq istəyirəm. Yəni bacardığım qədər ki, ona görə də mən heç vaxt ayırmıram ki, mən çünki hamısında eyni dərəcədə paylanıram. Hamısında eyni dərəcədə paylanıram. Yəni eyni zamanda dublyajla da məşğulam, eyni zamanda çəkilirəm və eyni zamanda tamaşa da oynayıram. Ona görə də heç vaxt məsəl üçün bu seçim barədə heç vaxt fikirləşmirəm ki, hansını çox istəyirəm. Çünki hamısı da o biraz şeydən uzaq olsun deyənə sənə yaxın sahələr, sənə doğma sahələrdir. Mən özümü məsəl üçün təsəvvür eləmirəm ki, neçə uzun müddət dublyaj eləmirəm. Uzun müddət çəkilmirəm. Uzun Və müddət teatrda deyiləm. teatrda deyiləm. Yəni hansı biri bunların olsa, mən özümdə hansısa boşluğu hiss eləyəcəm. Paraleldir bunlar Bəli. hamısı. Ona görə bu suala belə dəqiq və cavab vermək ki, mən hansını çox istəyirəm, hansını az istəyirəm. Bəs proses etibarı ilə hansı çətindir? Dublyajın da öz çətinlikləri var, çəkilməyin də. Məsəl üçün biz Elşən də üzr istəyirəm, Röşən də məndən razılaşar ki, biz məsələn daha çox dublyajda özümüzü rahat hiss edirik. Bu prosesdən daha çox zövq alırıq nəinki çəkilməkdən. Çəkilmək həmişə belədir. Çəkilmək proses həmişə belə sənə çəkiliş prosesi ümumiyyətlə həmişə darıxdırıcı kimi görünə bilər. Həm də çox yorucu. Çox yorucu ola bilir. Ona görə də bu hisslər var. İndi şükür Allah biz hamımız çəkilirik, bilirik. Çəkilişin biz ancaq ekranda ona baxandan sonra həzz alırıq və onun dadını yaşayırıq. Amma belə bütöv şəkildə onun dadını yaşaya bilmirik. Müdaxilə eləmək istəyirəm, Emin. Mən bütün çəkilişlərə deməzdim ki, yorucudur. O yaxşı təşkil olunanda, necə ki, şükür Allah ki, indi azdan çoxdan təşkil olunub, hər şey qaydasındadır, yorucu olmur dublyaj prosesində. İşini bilənlər. Bəli, işini bilən adam, təşkilatı işlərdə yerində olanda, o proses nə aktyor üçün, nə texniki heyət üçün yorucu olmur. Mən belə düşünürəm. O da tək-tək hallarda təəssüf ki, hələ ki tək-tək hallarda rast gəlinir. Amma bir etiraf eləmək istəyirəm ki, son zamanlar, son nə bilim 3 ilmi deyək, 5 ilmi deyək, mən daha çox teatra daha çox vaxt ayırmaq istəyirəm. Məsələn, dublyaj keçdi, yəni dublyaj həmişə var. Çəkilişdən biraz tənbəllik eləyirəm çəkilməyə. Bilmirəm nəyə görədir bu. Bəlkə pul azdır ona görə. Yox, pula görə də yox. Nəsə sanki mənə daha biraz ağır gəlir. Bilmirəm nəyə görədir o. Yorucudur. Amma əvvəllər belə deyildi. Əvvəllər mən böyük həvəslə çəkilmək istəyirdim. Məncə rol gözünü tutsa, istədiyin rol olsa, Bilmirəm, bunu eləməmişəm, nəsə, bunu eləyim, bəlkə onda fərqli yanaşma Bilmirəm olar. nədir. Onu bilmirəm. Amma dublyajla bağlı demək istəyirəm ki, mən həmişə müsahibələrimdə də demişəm,
Məsələn bir filmi dublyaj eləyirsən, 2 saat, 3 saat əgər çəkirsə, sən yorulursan. Amma ola bilər ki, tamaşa oynayanda o qədər yorulmursan, nəinki onu dublyaj eləyəndə yoruluram. Sırf beyin işidir, psixoloji iş yəni olduğuna ki, görə. mən 2 tamaşa dalbadal oynaya bilərəm. 3 də oynaya bilərəm. Amma 2 film mənə deyəndə ki, 2 film yazmaq lazımdır, o mənə çox çətin gəlir. Və bu barədə mən çox maraqlıdır, amma hiss elətdirməmişəm. Mən hiss eləməmişəm. Nəyi hiss eləməmişəm deyim də, Elşənlə kim işləyirsə, hansı studiya işləyirsə, toxunacaqdım mən də. O proses 4 saat da çəksə, 5 saat da çəksə, qarşı tərəf yorulmur da. Ruhumuz da incimir. Yorulmur da Elşən. Sənin auran, bax indi deyirsən, teatrda, kinonda, dublyajda paralel seçə bilmirəm. Bu əslində hər bir insan həyatında o balansı saxlaya biləndə xoşbəxt olur. Sən o balansı saxlaya bilən nadir aktyorlardansan və həm də o barədə xoşbəxtsən ki, həm kinoda qəhrəmansan, həm teatrda qəhrəmansan, həm də dublyajda qəhrəmansan. Elə aktyor var ki, dublyajda qəhrəmandır, Xoşbəxtlikdir. teatrda qəhrəman ola bilmir. Bəli. Kinoda da qəhrəman ola bilmir. Ad çəkə bilərsiniz Rövşən? Misal üçün, yəni çoxdur. Çoxdur. Yəni bir nəfər deyil axı. İndi teatrda işləyənlərdən fikirləşib yadıma düşdükcə deyərəm. Yəni problem deyil. Yəni sən məni o qədər cəsarətsiz hesab eləyirsən. Yox, mən Rövşənin xarakterini nəzərə alıb bu sualı verdim. Yox, mən indi fikirləşib, Cəsarətlidir. yəni birini deyib birini desəm deyəcəklər niyə onu dedim, bunu demədin ona görə. Amma mən yox, qarşıyam, zarafat edirəm, ad çəkməyin ümumiyyətlə lehinə deyiləm. Elşən müəllim, mən prosesdə də özüm iştirak eləmişəm. Çox aktyorlar, aktrisalar gəlib, müəyyən orada qarşı durmalar olub. Təbii ki, mən dublyajda məsələn. Mən dublyajı daha çox önə gətirirəm. Niyə? Çünki mövzumuz birbaşa ondan bağlıdır. Amma o birisi məsələlərdə toxunuruq. Nəyə borclusunuz? Bu rejissorlarla bu qədər həlliyim, təmkinli rəftar. Təbiətinizə borclusunuz, yəni belə doğulduğunuza görə. Yəni çox köməyə gəlir bu təmkin, səbir. Amma aktyor var ki, bir söz desən, yəni ki, özündən çıxır və hətta yazını yarımçıq qoyub çıxıb gedənlər də var. Misal üçün Emin Nəsirli. Bax burada ad çəkirəm mən. Yarımçıq qoymamışam. Yarımçıq qoyub gedib 5 dəqiqədən sonra qayıdıb da yəni. Amma bəli, olub da mən də emosiyalarımı idarə edə bilməmişəm. Yazdığım rola görə, yazdığım o situasiyaya görə vəziyyət dəyişib. Amma sizdə bunu mən şahid olmamışam. Bəlkə olub, biz bilmirik. Olub. Yox, mən əsəbləşmək necə, o beyin yorula bilir. Məsəl üçün Yusif Peyğəmbər haqqında film çəkiləndə də onun dublyaj olunur. Səsləndirəndə, dublyaj eləyəndə. Bizim Emin Abbasov rejissorluğu ilə o bəzən olurdu ki, məsələn 3 saat, 5 saat, 8 saat ola bilirdi. 8 saat artıq bu ölümdür. Bəli. Bir də gecə saat 4-dür. Biz hələ də yazırıq. Gecə yəni artıq səhər. Səhərdir də 4-dür neçədir yazırıq və bilmirik. Yəni beyin işləyirmi ya işləmirmi ya bu elə belədir, amma danışırıq. Bir də gördüm ki, mən çıxartdım belə, atdım qulaqlığı atdım və dedim ki, qurtardım. Mən uca yazmıram. Uca dedim mən. Eviyoruz. İbrahim orada qeyd eləyir, sən fikirləşmə. Mən artıq yaza bilmirəm. O da elə idi. Yəni bu yəni bizim əsəblərimizə toxunur və təbii ki, biz əsəbləşə bilərik. Amma indi əsəbləşmək o demək deyil, tutub sındırasan ya da sadəcə olaraq sən dözə bilmədin. Yox, bu normal prosesdir. Yoruldunsa, mən yoruldum. Məsələn, bu belə demək olar da yazılış vaxtı. Mən yoruldum, uşaqlar. Artıq beynim işləmir, qulaqlarım, yəni qulaq yorulur, qulaq karlaşır. Mən çənə yorulur, sözə baxmır, səsim artıq işləmir. Gəlin bunu saxlayaq, başqa gün təyin eləyək, mən davam eləyim. Özü də bu vacibdirmi ki, yəni sübh vaxtı hansısa filmi dublyaj eləyəsiniz? Saat bilmirəm nəyə görə 11-ə qədər dublyaj elədiyim vaxtlar olub, amma 11-dən o tərəfə o illər mənim yadımdadır, mən də səsləndirmişəm bu serialı. Dublyajın təzə artıq belə deyək, vüsət aldığı vaxtlar idi, bəli, vüsət aldığı vaxtlar idi. Orada mətn problemi, tərcümə problemi o qədər idi ki, və biz bütün bu problemlərin hamısını studiyada həll eləyirdik. Ona görə əslində yorulurduq. Çünki hər cümlə haqqında fikirləşirik və onu dəyişirik.
Elşən müəllim, ümumiyyətlə dublyajda və yaxud da filmdə, teatrda belə bir məqam olub ki, hansısa bir xarakteri sizə, obrazı həvalə ediblər. Siz razılaşmısınız, oynamısınız, səsləndirmisiniz, amma onu eşidəndə də utanmısınız ki, bu nə idi mən səsləndirdim. Çünki bax belə bir aktyorlar olub, bizim o vaxt INS TV-yə gələnlər, ona bir mənfi, əxlaqi normada olmayan bir obraz vermişdilər səsləndirməyə. Dublyajda ya, çəkilmir hələ. O etirazını bildirib, teksti qoyub durub getmişdi. Demişdi ki, mənim səsim o obrazdan gələ bilməz. Buna necə baxırsınız? Ümumiyyətlə bəraəti var bunun. Aktyorsan, bütün obrazları Mən elə səsləndirməli deyilsən. düşünmürəm ki, mən ancaq yaxşı insanları yazmalıyam. Nə bilim, bu yaxşıdırsa, bu belə aktyora ümumiyyətlə bu yaraşmaz ki, bu peşəkarlıqdan biraz qırağa olan bir şeydir də. Yəni aktyor onu da yazmalı. İndi bu necə yazacaqsan bu başqa məsələ. Bu yaxşı alına bilər, ya pis alına bilər, bu başqa məsələ. Hər halda rejissor onu Amma həvalə edir. rejissor veribsə, yəni bu belə deyək, pis qəhrəmandırsa, nə bilim, nanəcibdirsə, nədirsə, söyüş söyəndirsə, nə bilim, nədirsə, sən də bunu yazırsansa, sən bunu rejissor bunu veribsə, və yaxud da ki, sən özün də istəyirsən ki, həmişə indi qəhrəmanları yazmısan, yaxşı insanları yazmısan, bir aktyor kimi özü sınamaq istəyirsən ki, Bu dəcəlliyi mən də eləyim. mən də eləyim, görüm məndə necə alınır. Görsəm ki, yox, mənlik deyil, onda deyirəm ki, hə, mən yaza bilmirəm ona görə. Etiraz elədiyiniz anlar olub. Dublyajda, yoxsa Əsasən dublyajda. yox, etiraz eləməmişəm ki, məsələn deməmişəm Mənim ki, elə bunu mənə periodum olub ha, yəni elə yeri bir şey gəlmişdi. yadıma gəlmir ki, məsələn mənə Yəni utanmışam səsləndirməyə. Hətta səsləndirmə utanmışam veriblər, amma mən səsləndirməyə. onu şey eləmişəm, özümdən kənarlaşdım. Yumşaltmısan. Yəni hər bir Kənarlaşdırmısınız. rolu deməli səsləndirmişəm. Deməli rejissorlara Amma- etibar edirsiniz bu məqamda. Ki, yəni bir bildiyi var. Bəli, yəni həm də özüm üçün maraqlı olur. Ola bilər ki, Elşən, rejissor buyur. Mənim ilk çəkildiyim rol haqqında danışsınız. Yadınızda? Yadındadır nədən gəlirsə Fət? İlk Sizi gözləyən o obrazınıza. danışmaq olar da yəni. Deməli, Yaxşı. Məsələn, Yəni keçid elə, danışıqdan Yəni, keçid elə ora. İndi belə bir söhbət. Deməli 92-ci ildə Şamil Əliyev, Cəmil Quliyevin ssenari əsasında mənə baş rola təklif gəldi və mən onu oynamağa başladım. Aha. Yəni film getdi. Orada belə bir yer var idi ki, mən deməli bütün bu hadisələrdən sonra başımı itirirəm, stres filan, dəli olmaq dərəcəsinə çatır və mənim nişanlım da, sevdiyim qız da görür ki, bu artıq özündə deyil. Bunu sakitləşdirmək lazımdır və o məni bu yolla sakitləşdirmək istəyir ki, bir sevgi yaransın və belə deyək, pastelə aparır. Aha, Və yatağa. orada yatağa aparır. 3 manat. 3 manat. Bəli, 3 manat. Bəli. Burada qonaqdan pul alırlar. Burada yatağa aparır və orada kiçik bir elə bir ki, sevgi məsələsi olur. Demək istəyirəm ki, o vaxt mən cavan idim, gənc idim, mən çox cəsarətli idim və bunu eləməkdən çəkinmirdim. Və Düşünürdü ki, belə də olmalıdır. İndi atam da kətdə, biz ümumiyyətlə kətdə böyümüşəm 17 yaşım, ondan sonra gəlmişəm şəhərə. Atam da müəllim idi və o da bilirdi ki, mən filmə çəkilmişəm və deyir ki, bəs baxaq görək sən nə çəkilmişsən, mənə maraqlıdır, bir aktyor kimi görmək istəyirdi məni. Mən də o vaxt VHS belə kasetlər var idi, böyük bir cəsarətlə verdim ki, buyurun. Özünüz baxmışdınız? Mənim qəhrəmanlığıma baxın. Buyurun, baxın, gedin baxın, bu film Sənət əsəridir. Sənət əsəridir və mən heç də utanmıram. Mənim işimdir, mənim peşəmdir. Və bütün kənd yığışdı bir televizorun qarşısına. İnanın ki, o vaxt axı belə şeylər yoxdur. Bütün kənd də yığışıb. Elşən filmə çəkilir. Bütün kənd də oturub beləcə baxır televiziya. Orada da yəni ki, həmin an gəlir. İndi bilmirəm, həmin an mən orada olmamışam. Bilmirəm onlar necə. İndi mən təsəvvür edirəm ki, onlar necə reaksiya verə bilərlər də. Mənim də vecimə deyil, yəni ki, onlar necə reaksiya verir. O elə yaşlı övrüdür ki, o yaşayır insan. Bu belə olmalıdır. Bu əsaslandıra da bilərəm ki, bu belə mütləq olmalıydı bu. O belə bir şey. Amma vaxt keçdikcə biraz o cəsarət yavaş-yavaş
azalmağa başlayır. Sən artıq qorxur. Uje dedim ha. 4 İbrahim sayırsan? 4 manat. 4 manat. Özüm eləyirəm ki, siz nəsə qazanasınız. Təzə verilişdir. Təşəkkürlər Elşən müəllim. Təzə verilişdir ona görə. Hə, yəni belə bir şey olmuşdu. Elşən cərimələrini mən ödəyəcəm. Oo. Elşən rahat ol. Özüm ödəyəcəm. Ha, yəni demək istəyirəm ki, indi o cəsarət məndə yoxdur. Dəqiq Aydındır. yoxdur. İtib. Mən Demək bu olar ki, yaxında bir Bəli. kadr gördüm. bir kadr gördüm. Amma dedilər ki, O- dublyorun çəkilib, sən çəkilməmisən. Yox. Gəlin belə deyək. O mənim son cəsarətimdir. Bilmək olmaz Elşən müəllim. Hələ irəlidə çox işlər olacaq. İnşallah. Elə buradan Hikmətə də uğur arzulayırıq. Bəli. Gözəl serial idi. Mən Niyə gördüm. məs Hikmət yadıma düşdü burada? Çünki orada mən səni gördüm. Həmin filmdən gedir söhbət. Həmin serialdan Bəli, gedir, bəli. 8 serialından. Bilmirəm bu veriliş hansı dövründə çıxacaq, amma o serial efirdə Uğurlar, olan dövrdə uğurlar. olacaq. Hikmətə də uğurlar olsun. Elşən, sənin haqqında yəni ancaq xoş təəssürat vardı. Yəni bu üzərinə Vallahi vurmaq mən- istəyirəm. Deməli bizim dublyajda ilk addım atdığımız vaxtlarda mənim də yəni yolum lider televiziyasından düşmüşdüm. Biz çox gənc olsaq da, hətta tələbə vaxtı 19 yaşımda da gəlmişdim. Sonra 22 yaşım, 21 yaşımda da deyəsən mən orada olanda, biz gənci və ətrafda olan aktyorların da bu sənət insanlarına bir təsəvvürü var da. Bizim üçün onlar çox nəhəng görünürdü. Amma o qısqanclığı da, bizi istəməmələrini də hiss eləyirdik. Hətta bir studiyada yazılış vaxtı bir səhv eləməyin dilin dolaşmağında bu bilirsiniz nə? Elə bilin ki, yəni paltarda vedrə ilə başına suyu çevirirlər, su içində studiyadan çıxırsan, amma səndən heç bir aktyorda, yəni mən özüm də o dövrdə olan gəncləri görmüşəm. İndi kim qalıb, kim gedib, söhbət ondan getmir. Səndə bu şey olmayıb. Əksinə həmişə bir dəstək olub ki, narahat olma, ürəyini sıxma, alınacaq. Belə elə. Hətta studiyadan kənarda da o dəstəyi görmüşük. Belə deyək, bir növ himayə eləmisən, yol göstərmisən. O qısqanclıq da olmayıb ki, gəlib mənim yerimi tutar. Halbuki mən 21 yaşında olan aktyor gəlib deyək ki, 40 yaşında olan, 50 yaşında olan aktyorun səsləndirdiyi obrazı səsləndirə də bilməzdi. Halbuki indi onunla bağlı bir-iki məqam deyəcəm, maraqlı məqamları. Aha. Səndə bu da olmayıb. Bəs məndə nə olub? Bax. Bəs səndə nə olub, qardaş? Bax, bu sual budur. Valla mən o Yəni barədə belə deyim də, bax bu belə sindrom kimi də, yəni mən hətta mənə bir rejissor orada demişdi, mən həmin an durub çıxmışdım. Deyir, mən bu yerə rahat gəlməmişəm, bizi tapdıyıblar, əziblər. Yəni elə çıxır ki, yəni, mən də əzməliyəm. Yəni sən bu cavan vaxtı 90-cı illərdə özdə çox çətin bir dövrə düşüb sənin gəncliyin. Bu şeyləri yəni sən də yaşamısan. Amma sən o çətinliklərin içindən çıxan bir insan kimi gənclərə qarşı həmişə çox yaxşı münasibətdə olmusan. Hətta teatrda olan aktyorlar belə bizə yönəltdiyin aktyorlar olub. Onlar da o qədər yüksək fikirdədirlər. Biraz o təcrübəndən də məndə bölüşərdim. biraz bəlkə də əksinə olub. Çünki mən teatra gələndə də, filmə çəkiləndə də özümə qarşı yaşlı nəsil tərəfdən heç vaxt pis Sıxışdırılma görməmisiniz. sıxışdırılma görməmişəm. Bəli. Teatrda da görməmişəm. Hətta mənim qrim otağımda da yaşlı elə salmışlar ki, mən yaşlı aktyorlarla salmışlar. Qrim otağımda məndən 50 yaş böyük xalq artistləri, əməkdar artistlərlə salmışlar və mən orada özümə qarşı nəsə sıxışdırıcı bir qısqanclıq yəni deyək də, sıxışdırıcı yəni qısqanclıq görməmisən. Görməmişəm. Yəni deyə bilmərəm ki, yaşlı bir aktyor məni sıxma boğmaya salmaq istəyirdi, nə falan belə bu sözləri deyə bilmərəm. Dublyajda da həmçinin yəni ki, Necə gəlmisən? Bax dublyaja birəndinlə də. Yəni sən əslində bizim əvvəlki qonağımız Nəcibə xanım olub, bilirik necə gəlib dublyaja falan verilişlərə danışıb. Sən necə oldu gəldin? Kimlər idi sən gələndə? Hansı dövrdə idi? Dublyajın hansı dövrünə düşdü sənin o addımların? dublyaj mən birinci 92-ci ildə öz çəkildiyim filmi səsləndirmişəm. Özünü səsləndirmisən. Oradan başlayıb da belə deyək də. hə. Yəqin onu demək olar da. Olar, oradan əlbəttə, o da başlayıb sayılır. ki, sonra ondan sonra yenə də orada 93-cü ildimi, bilmirəm neçənci ildimi, metro haqqında, metronun neçə illiyi haqqında bir sənədli film idi. Orada tək diktor mətni ilə səsləndirdim.
Sonra yenə də müəyyən filmlərə çəkildim və onları hamısını özüm səsləndirdim. Daha sonrasa mən ASTV-nin dublyaj redaksiyası var idi. Orada düzdür təzə-təzə başlayanda mən orada yox idim. Artıq neçə ildən sonra mən ora dəvət alındım, dəvət elədilər və orada da ilk dəfə olaraq mən böyük bir indiki sistem necə işləyirik? O vaxt o sistemlə işləməyə başladım və gördüm ki, mən ayaqlaşa bilmirəm. Orada hiss elədim ki, yəni çünki bir filmi artıq 2 saata bitirməlisən, nə bilim 3 saata bitirməlisən və yaxud da ki, yəni belə orada hiss elədim ki, bu heç də o deyil. Yəni özün çəkilirsən, səsləndirirsən, bu başqa. Bir də var ki, başqa bir obrazdır. Onu səsləndirirsən və bir dəfə çağırdılar, sonra daha çağırmadılar. Belə bir şey oldu. Sonra çağırmadılar və mən özüm də hiss elədim ki, yəqin ki, mən elə bilirdim ki, mən yaza bilərəm. Mən gördüm ki, yox, çətindir. Bir müddət çağırmadılar, sonra təzədən çağırdılar. Görünür ki, mənə lazım idi ki, bir qədər işləyim ki, o sistemə öyrəşim. Biraz düzdür, böyük rollar artıq olmurdu. Sonra birdən Lider televiziyasından dublaja çağırıldım və orada artıq mən başladım fəaliyyətə. Orada da əvvəl birbaşa olmadı. Yavaş-yavaş. Eşəm müəllim, sizi göndərəndə bir təlimat vermədilər. Məsələn, bu kimi keyfiyyətləri düzəldib üzərinizdə işləyəndən sonra biz sizi çağıracağıq. Sadəcə sağollaşdılar. Yox, sağ ol demədilər ki, biz sizə sən yaza bilmirsən, çox sağ ol, gedə bilər. Onu demədilər, amma yəqin fikirləşdilər ki, biraz daha yetişmiş aktyor. İndi necədir? İndi də elədir də, yəni ki, kim daha sürətlidir, təcrübəli, daha o vaxtda yəqin ki, o hayda deyildilər ki, mən yoxlasınlar bir 5 dənə, 6 dənə mən üçün mən öyrəşim, yəni belə şeylər yox. Eşəm müəllim, bilirik ki, İncəsənət Universitetində artıq dublyaj fənni tədris olunur. Müəllim kimi dəvət almamısınız sonra, müəllim kimi dərs demirsiniz. Heyf. Amma sizdən xahişimiz olacaq. Kiçik bir Nəcibə xanım getməlidir ora. Təbii ki, Nəcibə xanım başda olmaqla. Nəcibə xanım getməlidir. Sonra bildiyimə görə Eldəniz müəllim getməlidir. Şövqü müəllim bildiyimə Bilmirəm. ordadır, amma Yox. Sabir müəllim. Sabir müəllim. Sabir müəllim yəni oradadır. Sabir müəllimin böyük yəni təcrübəsi var bu sahədə. Amma daha çox magistrda aktyorlar deyəsən bir semestr dərs keçilir. Hələ ona tam belə deyək ki, Hər halda, yəni ki, bir progressiv addımdır əslində bununla başlamaq. Eşəm müəllim, onda sizin də burada imkanınız var da, illərin təcrübəsi var. Öz metodunuz var da, dublyaj metodu. Necə özünüzü konsentrasiya edirsiniz? Motivasiyanı necə alırsınız və dublaja başlayırsınız? Yenə də deyirəm, bizə baxan tamaşaçılar var. Çox maraqlıdır onlar üçün. Bizim mətbəx, yəni necə başlayır proses, aktyor necə özünü həmin hala gətirir. Balaca bir metodikatınızdan istəyərdik. Yəqin ki, bu metodika indi biz hamımız eyni işlə məşğuluq. Bizim canımıza, bizim qanımıza, bizim beynimizə o qədər hopur ki, biz avtomatik olaraq ona çevrilə bilirik və o atmosferi özümüzdə yarada bilirik. Əgər mikrofon qarşısında oturdunsa, vərəqləri gördünsə, qulaqlıqları taxandan sonra, öz obrazını tapandan sonra bütün bunlar və İstər-istəməz bayaq dediyim kimi artıq sən hazırsan, yaza bilirsən. İstər-istəməz düşürsən o atmosferə. Mən elə gəlir ki, bayaq Rövşən də dedi, rejissorlar bu işdə bizə kömək eləyirlər. Yönləndirirlər. Bəli. Əslində bəzən aktyorlar əsəbləşə bilirlər ki, bəs hər dəqiqə niyə belə baxanda onlar kömək eləyirlər. Əgər çırt, pırt gəlirsə, bunun nəyi pisdir axı? O sənə deyir, əslində yaxşılıq eləyir. Və yaxud da ki, nəsə orada bir hərf ola bilər ki, bir şey olur, sənə kənardan bunu deyirlərsə, yazmaq düzdür. Tez-tez olanda o artıq biz ərköyünü eləyirlər. Siz demişkən, daimi işdədirlər də ərköyünü eləyirlər, ərk eləyirlər. Amma mən qəbul edə bilmirəm. Nəyi? Qəbul edə bilmirəm. Misal üçün, aktyorun dublaja təyin olunan vaxtdan gecikməyini qəbul edə bilmirəm. Əgər bu teatrda olan məşqə gecikmirsə, nəyə görə dublaja gecikməlidir?
Nəyə görə demək ki, bütün problemlərini dublyaj vaxtında həll olunmalıdır? Mən buna başqa cür yanaşıram. Necə yanaşıram deyim? Tək bu bizdə deyil. Mən bununla bağlı deməli rusların da, türklərin də verilişlərinə baxmışam. Eyni problem onlarda da var. Bilirsiniz nəyə görə? Mən deyəcəm. De yaxşı sonra mən deyim. Çünki teatrda bu kollektiv işdir. Nə mənada? 20 nəfər. Sən geciksən 20 nəfər qalır. Burada da doğuşan deyil ki, Burada yox, indi burada Yox, onu üzr istəyirəm. Onu anlaşmaq olur da. Müqayisə çox belə burada tarazlığı fikirləşirsən ki, 2 nəfərdir. Onunla anlaşmaq olur. Səs rejissoruna desən, rejissoruna xahiş eləyirsən. Amma orada siz dediyiniz kimi 20 nəfərin 20-sinə zəng eləmə imkanı yoxdur axı. Dublyajın bir işi də yaxşıdır ki, sərbəst qrafik qura bilirsən. Sərbəst yəni şəkildə. tək olduğuna görə. Təksən axı. Studiyada tək. Bəli, anlaşa bilirəm. Sən düzdür. Orada rejissor var, yəni əməkdaşlar var, amma belə çox deyil də. Yox, mən burada günahlandırmırıq, söhbət edirik. Yəni bildim, mən buna necə yanaşıram? Necə yanaşıram? Mən düşünürəm ki, gücümüz biraz üzr istəyirəm, gücümüz şeyə çatır. Biraz bu mənim üçün yaralı yerdir. 2 nəfərə. Dublaja çatır. Yox, mənim üçün yaralı yerdir və mən daim həmkarlarımla danışanda deyirəm ki, yəni bu mən bilirəm ki, yəni biz belə münasibət bəsləmirik, amma münasibət bəsləyənlər olur. Necə ki teatr sənin daimi iş yerindir. Biz teatra uyğunlaşa bilirik, qrafikinə uyğunlaşa. Birdən tamaşa salırlar və ya məşq salırlar, yenə də uyğunlaşırıq. Bir problem yoxdur. Amma dublaja əlavə qazanc yeri, xaltura yeri kimi baxma, xahiş eləyirəm. Çünki bunu hər adam bacarmır və sən o seçilənlər siyahısındasan. Bu xaltura deyil. Mənə görə xaltura deyil. Kimsə xaltura kimi yanaşır, boş vaxtımı doldurum, gəlim o günü də. Yəni bu var, demirəm kütləvidir. Bu var. Yox, işi və hörmətlə yanaşmalısan. Yəni izah eləyə bildim, fikrimi izah eləyə bildim. Yəni o yanaşmanı mən görəndə mən əsəb keçirirəm. Rövşən, amma xoşlamıram da. Burada mən səndən anlaşıramsa, nə gözəldir. Məsəl üçün mən yarım saat gecikəcəm deyib. Yenə deyirəm, əlbəttə problem yoxdur. Xəbərdarlıq edirsən. Bəli. Amma yenə plandan kənar olaraq rahat, yəni belə də olmalıdır deyə bildiniz mən nə demək istəyirəm? İndi mən bilmirəm kimləri nəzərdə tutursan sən. Səni nəzərdə tutmuram. Yox, mən oradan deyirəm. Bax, yox, mən təxmin edirəm. Eminlə anlaşırıq. Emin deyir ki, misal üçün deyirəm. Özdə bizdə studiyada yazılış salonunda özün bilirsən, bir nəfərdən bütün gün salırıq. Yəni tələsən yerimiz olmasın, rahat olaq. Bəzən deyir ki, gəl səhər 8-də eləyək, yol boş olsun, tıxaca düşməyim. Və ya 11-də eləyək, mənim səhər bir dənə deyəcək. Yəni bu problem deyil, yarım saat ora burada. Amma nə yaxşı ki, seçim imkanımız yəni var. Yəni də, amma yəni bunu eləyən, mən demirəm, yenə günahlandırmaq filan, yəni pisləmək də istəmirəm. Mən özüm də bir aktyoram. Yəni yenə deyirəm, xaltura kimi buna mən indi dublyaj tərəfinə baxıram. Ola bilər ki, teatrda da belə ora elə yanaşanlar var ki, aylıq maaşım gəlsin deyə mən burada işləyirəm də. Mənə elə də teatr lazım deyil. Yəni bəlkə bu da var. Bəlkə gündəlik serialı çəkiləndə də var. Yenə deyirəm, mən daimi olduğum yeri görüb və qoruduğum bir yerdir. Çalışıram ki, hər şey qaydasında olsun. Mən oradan çıxış eləyərək deyirəm. Yəni belə. Bunu da yəni çox belə düzdür. istəmirəm. Vaxt mənasında ola bilər, amma biz onsuz da buna xaltura kimi baxa bilmirik. Nəyə görə? Axı biz bir var 10 dəqiqə, 15 dəqiqə sərf eləyəsən. Biz axı saatları sərf eləyirik. Məsələn, dublaja 3 saat, 4 saat. Elə teatrda da elədir də. 3 saat sən sərf eləyirsən. Axşam da ola bilər tamaşa olsun. İndi hərdən tamaşa təhvilə gedəndə orada artıq uzadılmış olur. Elşən müəllim, yəqin bu yerinə düşər bu deyimdə. Belə bir deyim var. Deyir, istedad bu uğurun yalnız 10%-dir. Sənin fakturan bu da 10%-dir. 80% isə zəhmətkeşlik və intizamdır. Artist üçün 4 tələb. Razılaşırıq bununla. Bu hər yerdə də keçərlidir. Dublyajda da, teatrda da. O zaman işlər öz bəhrəsini verir. Mən razıyam. Elşən, bir də bilirsən mənə maraqlıdır. Deməli, sən 90-cı illərdən indi fikirləşirəm, hansı aktyorlar dublyajda olub, rejissorlar olub. Deməli, danışıqda bilirsən də bizdə gedəcəyəm, gələcəyəm. Bu danışıqda olub, səsi də olub. Ondan sonra gedəcəm, gələcəm. Bizim vaxtımızda artıq gedəcəm, gələcəm. Bu keçən dəfə Eldəniz müəllim də toxunduğu bir mövzuydu, danışanda ondan. Üstəgəl bir nəsil var ki, misal üçün səninlə mənimləni, sənlə mənlə deməklə də razılaşmırlar ki, sənlə mənlə ola bilməz. Yəni o səndən məndən kimi çıxır. Yəni dən şəkilçisi ondan nə oxunur? Yox, o olmalıdır səninlə, mənimlə. Və yaxud da
sonra danışacağıq. Misal üçün rəhmətli Ələkbər Kazımovski o danışanda rejissor idi, hələ aktyor deyil, rejissor idi. Qalacağıq, gedəcəyik, Bəli. çəkəcəyik. Mən tələbə O idim, köhnə ilk dəfə məktəbdir çəkiləndə deyirdim bu necə danışır da, bu niyə belə danışır? O məktəb onu elə yaşadırdı. Halbuki onun üstünə dəyişikliklər var idi, amma o hansı məktəbi görmüşdü, o cür davam eləyirdi. Sən başlayanda mən əminəm ki, başqa bir ətrafında görürdün ki, misal üçün bir aktyor başqa cür deyir, bir aktyor başqa cür. Sən də yeni nəfəs gəlmisən, sən də cavan aktyor olaraq. Yəni orada sən hansı, yenə deyirəm, dublyajın elə bir periodudur ki, sən orada hansı çətinlikləri yaşamısan, sənə fərqli rejissorlar 100% əminəm ki, fərqli deyiblər. Yox, bu sözü belə demə, belədir. Yəni bundan biraz danış. Düzdür, bu problemlər olur, var idi. Amma mənə səhnə danışığından institutda rəhmətli Əzəğa müəllim bizim müəllimimiz. Allah rəhmət Rəhim də eləsin. Rövşən müəllimi olub. Yəni onun bizə öyrətdiyi əminsən səninlə ya sənlə hansı ola bilər, hansı düzgündür. Dublyajda da elə aktyorlarımız vardı ki, məsəl üçün Eldəniz müəllim Nəcibə xanım bilmirəm, o məsələn bağışla deyir, yoxsa Eldəniz müəllim bağışla deyir. Aha. Biz məsələn mən deyirəm ki, bağışla. Bağışda. Biz də elə. Məsələn mən bağışla deyəndə məndə alınmır. Eldəniz müəllim bağışla deyəndə çox gözəl alınır. Xəfif alınır. Və yaxud da Eldəniz müəllim bağışla desə bəlkə o özünə şey eləmir deyənə, o bağışlanı qəbul eləmir də. Yəni qulaq ki, vuracaq elə bil. Hə, nəsə elə bir fərqli bir amma söz. məndə məsələn biz hamımızda məsələn filmi səsləndirəndə deyirik bağışla ki, nə filan. Amma tutaq ki, yenə deyirəm, Nəcibə xanım yadımda deyil. Nəcibə xanımdan bir də misal çəkim mənim yadımdadır. Biz Bağışla deyir, Sovet yoxsa filmləri səsləndirirdik. Biz gedəcəm, gələcəm deyirik. Mənim partnyorum deməli, tərəf müqabilim Nəcibə xanım idi. O gedəcəyəm, gələcəyəm. Amma onda o qədər gözəl alınır. Bəs mən onu deyirəm də. Mən də istəyirəm qoşulma elə deyim, amma görürəm məndə alınmır da. Mənim də dilimə yatır. Gedəcəyəm, gələcəyəm. Aynız Özü də eşidilmir, belə deyək də, bunu rus dilində deyəcəm. Variant pulunu verirəm. Nanet gedir də. Nanet gedir. Üzü aşağı, çökmə. Yox da, Tənəzzül. sən də Nə deyim sənə? məsələn onu deyirəm də. gedəcəyəm. Amma o GM-də elə gedəcəm kimi çıxır. Bilmirəm necə deyir də, onun texnikası Yəni, necədir. Amma gedəcəm demək daha narahatdır ya, gedəcəyəmdənsə. Gedəcəm. Ona görə də mən belə qərara gəldim ki, kim necə elə istəyir, danışsın. qoy elə də onu demək olmaz ki, sən Maraqlı fikirdir. bağışla demə. Baxın bu məqamlar var. Əgər- ya. Bəli. Nəcibə xanım o bağışla deyirsə, o çox gözəl səslənir. Məsəl üçün deyirəm də, və yaxud da Eldəniz müəllim bağışla deyirsə, onun sən bağışlamasına qulaq asmaq istəyirsənsə, o bağışla qoy desin, qoy qalsın. Niyə də o bağışla və yaxud da ki, Bəzi məsələlərdə prinsipial olmaq lazım deyil. Yo, Mən də mən həmişə onu, deyirəm, illah ki sən bu cür deməlisən ki. qoy olsun. Əsas deyirəm bu Səndən insanın misal çəkim avazı verəm. gəlir. Bayaq Emin dedi, o fərqli nanəcib dedin sən də. Nanəcib obrazları səslənməsindən kinoteatr üçün deməli dublyaj eləyirik. Orada bir dənə yer var idi. Dedim ki, Elşən özüm düzəltmişəm. Dedim Elşən burada beləsən. Balam, nə bilim nə? Elşən dedi, yox, mən demək Balam. istəmirəm o sözü. Mən pisimə gəlir, xoşum gəlmir o sözü demək. Balamıdır? Hə, balam sözünü. İndi balam, fikrim dəyişilib. Hə. Bəlkə. Nəsə bu belə getdi. Dedim mən də ki dedim yəni aktyor çünki onu doğrulda bilmirsə, onun prinsipinə getmək düzgün deyil. Mən bunu düzgün hesab eləmirəm. Yəni alınmır. Gəlin dəyişək. Yəni bu kollektiv Sizə işləyən rahat olan. uyğunlaşma hər kimizə rahat olsun. Yəni aktyor da sıxılmalı deyil. Dəyişdi. Bir dənə də yer gəldi. Nəsə bir ifadə var idi. Tam söyüş deyildi. Elşən dedi, o qədər Deməsəydi ona. mədəni dedi ki, belə baxdım ki, dedim yox, yəni o sözün ağırlığı olmalıdır. Yazıq söyüş, özü utandı. Bu belə söyüş olmaz da. Başa söyüş də deyildi, amma elə bir söyüş deyək də. Bu söyüş deyil də. Dedim Elşən, yox, qurban sən bu qədər mədəni çıxdı ki, gəl bunu da dəyişək, başqa ifadə tapaq. Başqa bir cümlə tapdıq, düzəltdik onu da. Amma bilmirəm Əlixanın çəkdiyi video idi. Mən orada səni gördüm. YouTube videosu idi, söyüşlər var idi. Baxıram, belə deyək, faciədir.
Əslində faciə çəkiblər. Kimsə tuturlar, yox səni tutublar, bilmirəm, evdə yadıma gəlmir, tamam? Yox, mən tuturam. Sən tutursan. Hə, sən tutursan, hamı söyür. Bilirsən mən söyüşün əleyhinə deyiləm ha filmdə. Amma yerində olsun da bu təbii yaranan proses olsun. Bir də var Həmişə ki, yox. mən ifrata varıram və yəni söyüş xatirinə söyüş söyürəm ki, güya bu təbiidir və mən bomba oğlanam. Elə deyil. Bu incə məqamdır. Rövşən. Hə. Hər rejissor bunu bacarmır, hər ssenarist Nəysə, bacarmır. mən o Əlixan videolarını bəyənirəm, amma orada biraz mənim o söyüşlər ürəyimi vurmağa Ola başladı. bilər. Hə. Nəsə, hamı söyür. Mən baxıram ki, Elşən dayanıb da, bilirsən necə? Elə bil ki, saf bir adam düşüb dəlixananın içindən söyür. Ay Allah, nə dedin sən orada? Yadıma Pis sala söz dedim bilmirəm. bir iki dənə. Amma- Elşən də başladı deməyə. Amma mən Elşən söyür, mən gülürəm. Əslində ağlamalıdır. Yəni artıq bu cana doyub da. Məndə elə hiss yarandı ki, yəni bunlar söyürlər, mən niyə söymürəm, hə? Mən də başlayım hücuma keçim. Əslində məndə orada söyüşlər çox idi. Sadəcə olaraq mən bir xeylisini çıxartdım. Bir-iki dənə indi simvolik olaraq dedim. Həm də ki, yenə də deyirəm, yəni aktyor özünü yoxlayır ki, görüm mən hələ söyüş söyə bilirəm. Yəni ki, belə Maraqlı belə şeydir, şeylər. orada maraqlı şey. Sonra baxırsan, deyirsən ki, ondan sonra qərar verirsən. Yox, sən söyüş söyə bilmirsən. Ondan sonra sənə elə rol verəndə deyirsən ki, məsələn söyüşdür o. Deyirsən ki, mən onsuz da bu söyüşləri deyə bilmirəm. Xahiş edirəm bu söyüşləri tutaq ki, əvəz edək. Yəni ya da özüm mənə dilimə necə rahatdırsa Hə də, uyğunlaşdırım, yəni, elə. ona uyğun edeyim. Eşə, mən belə bir sual verməyə istəyirəm. Buyurun. Sizə burada həm sizin mənəvi, həm də maddi olaraq yanaşmağınızı bilmək istəyirəm. Bilirsiniz ki, qonşu dövlətlərdə bir xarici ulduzu bir aktyor səsləndirir. Bizdə bu və ya digər səbəblərdən hələ ki bu məsələ oturuşmayıb yerinə. Tutaq ki, Azərbaycan üzrə Robert De Niro'nun səsi siz olursunuz, təklif edirlər sizə və heç bir dublyajda heç bir rolu səsləndirə bilməzsiniz kimi təklif. Belə bir şey olur. Belə bir şey olur. Və təbii ki, buna görə sizə aylıq, illik qonorar verirlər. Hansı qonorar sizi qane eləyər? Bu qonorar sizi qane eləsə belə, işin mənəvi tərəfini necə doldurarsınız? Siz təsəvvür edin ki, ildə ayda bir dəfə dublaja gedəcəksiniz, yalnız De Niro'nu səsləndirəcəksiniz. Qonorar kompensasiya eləyə bilərmi sizin mənəvi ehtiyacınızı da? Bu biraz belə deyək də çətin sualdır. Amma məsələn burada qonorar rahat cavab məsələsi verə də var. bilərsən də. Qonorar məsələsi də belə var. şeylə gözlənilmir. Ki məsələn biz qonorara o qədər həmişə qonorar haqqında xəyallarımızdadır ki o. Məsəl üçün bizim hər birimizə bu təklif gəlsə, biz yəqin ki birinci növbədə onu fikirləşə bilərik ki, De Niro'nu yazım, ildə də mənə 100.000 manat verəcəklər. Təksəbir gəldi. Təksəbir gəldi. Ola bilər. Buradan çıxırsa, yenə yəni qonorar haqqında xəyallarımız o qədər xəyal edirik ki, mənə elə gəlir ki, nəinki mən. Bizim hamımız bu təklif veriləndə biz ilk olaraq buna razı ola bilərik. Bəli, 100.000 mən De Niro'nu yazıram. Həm sənətlə məşğulam. İl ərzində, illik. İl ərzində, hə. Sonra ki, bezsəm ki, görürəm ki, mən bezirəm. 1-2 il mən De Niro'nu yazmağa razıyam. Yəni ildə tutaq ki, 100.000 verilir. Sonra görsəm ki, artıq De Niro'nu yazmaqdan bezmişəm və ümumiyyətlə bu cür qonorardan mən bezmişəm. Artıq mən sənin dediyin kimi başlayacağam. Xeyr, mənə ucuz rollar verin. Əvvəlki vəziyyətimə qayıtmaq. Yəni Əvvəlki vəziyyətimə qayıtmaq istəyirəm. yəni Elşən müəllim intensiv olsun, yəni az olsun, mən amma Prosesdə regular olur. olaraq dublyajda iştirak edeyim deyirsiniz. Regular sözünü qeyd elə də. Göz var lüğətdə. Regular Onun əvəzinə qəbul mən olunmuş verəcəm, termindir. İmkan vermir ki, sualı başa çatdım. Buyurun. Deməli, bax yadımdan çıxdı nə deyəcəkdim. Ay qardaş, Özür deyir istəyirəm, razıyam da. Bir də, Elşən müəllim, Qonorar məsələsinə gələndə Elşən müəllim, canlandıq, hə. ona qədər bu 1 il, 2 il sürür. Sürür. Bəs bu mənəvi boşluğu necə dolduracaqsınız?
Teatra mı daha çox güc verəcəksiniz? Mən cavab verim də sən yer ver. Yoxsa filmə? Mən bu suala istəsən sən cavab verəsən. Elşən müəllim fikrindən Elşən- sonra da sən Yox. Yox, Elşənin yerinə mən cavab Mən 2 verim. il bu boşluğa razıyam. Qoy o boşluq olsun. Mən o boşluq Artıq- üçün darıxmışam. Darıxmışam. amma 2 ildən çox tab gətirə bilməzsiniz. 2 ildən sonra baxarıq. Yəni ki, görək necə alır. Danışarıq. Sənin nəsə real təklifin varsa buyur yəni. Bu real ola bilər. Səbr də gəldi. Yəni yoxdan İnşallah. var olan dünyadır. İnşallah Niyə də yox? olacaq. Emin, mən Elişən bir dəfə gəlib mənim yanıma deyir ki, Rövşən, mənə belə bir sual verdilər. İş təklif eləyiblər. Deyir, bir mətn göndəririk sənə səsləndirməyə. Və qiymət deyir ki, sözün birini neçəyə oxuyursunuz? Deyir, mən belə qaldım ki, ilahi, bu nə gözəl sualdır. Yəni axı mən sözün birini neçəyə oxuyursanım mənə indiyə kimi soruşam. Olmayıb axı. Kimdirsə xamdır bu sahədə. Mən bunu necə hesablayım ki, mən sözün birini Elşən dedim, qurbanım bilmirəm, mən də bilmirəm. Bu sualı birinci dəfə də eşidirəm. Sözün birini neçəyə oxuyursunuz? Dedim, ilahi görən Mən Sovet də başladım dövründə. sözləri bir-bir saymağa. Onu necə elədin? Onun axırı nə oldu? Orada 100 min aldın yoxsa? Yox, 100 min almadım. Amma o mən yadımdadır ki, yaxşı pul verdi. Aha. Çox sağ olsun, yaxşı dəyərləndirdi. Sonra mən səhv eləmirəmsə o pulu böldüm o sözlərə, neçə söz vardı orada. Sonra fikirləşdim ki, bundan sonra nə təklif Nə alsam, düşdü? Sözün biri neçəyə düşdü? yadımda deyil. Yəni bilirəm ki, Narahat olma, mən Altı. sponsorun oturub burada. Narahat Yəni- olma. Nə qədər istəyirsən danış. o həyecandan olur. İbrahim hələ. Eybi yox. Yəni veriliş nə vaxt qurtarır? Yəni Az qalıb. deyəsən 56 söz 250 manat. Nəsə belə bir 200-yə 250 manat. Vay. Bir dənə 56 şeylə də söz. Hə, bir də böl o. gör neçə düşür. 250 necə Hə, 250 manatı böl 56-ya görə nə Hə, düşür? neçədən? Sözün birini Hə, biləcəyik. Nəsə belə bir şey. Deməli, Elşən bir dənə də söz demək istəyirəm. Bununla da okey. Yo, zarafat edirəm. Yəni nə qədər Okey O, söz o olmaz sözü ya. qəsdən deyirəm. Okey sözü Bu olmaz. okey sözü qadağan olunub da televiziyalarda. Bilirsən də, yəni. Bu televiziyalara. Amma WhatsApp-da belə qadağan deyim də, olunmur? yox, WhatsApp-da qadağan olunmayıb. Çünki 4 hərdən manat, 4 qəpik, bir söz 4 qəpiyə düşür. Allah bərəkət versin. Hə. Hə. 4 Dörd manat olur manat. deyirəm də. 4 Bir manat. söz Bir söz dörd 4 manat. Əla. Allah bərəkət versin. Həqiqətən də Allah bərəkət versin. Hə, deməli, nə deyirdim ay Allah, yadımdan çıxdı. Hə, yəni Okey televiziyalarda sözü ilə deyir bağlı. 500 manatdır, indi bayaq dedilər ki 500 manatdır. Bizdə yaxşıdır 1 manat ha, yəni. bilirəm. Elə ona Amma görə mən həvəsləndim. okey sözünün əleyhinə deyiləm də. Yox, onun da yeri var. Ümumi yox, bilirsən necə? Bir Bu aparıcı gündəlik çıxıb efirdə Yox. 2 dəqiqədən bir okey deyə bilməz. Qurban olum, baxır verilişdən verilişə asılıdır. Sənin- Mən bunu xəbərlərdə demirəm, siyasi verilişdə demirəm. Də Bəli, baxır onun harda. janrına baxır. Və elə hər aparıcıda o sözü demir axı. Başa düşdün necə? Nəysə bu başqa Hə, verilişin mövzusudur. Mən nə edim? Hə, sözün Mən canı. bunu demirəm ki, hər bir kəsin borcudur ki, kimsə yetişdirsin, öyrətsin. Sənə dublyajda baxıb öyrənmişik. Bu heç. Mən Eminə də baxıb öyrənmişəm, Vüsal Murtuzəliyə də Bir-birimizdən. baxıb öyrənmişəm. Hamımız Bu heç. bir-birimizdən öyrənmişik. Amma konkret olaraq öz himayənə alasan, gətirim, öyrənsin və ya belə deyək, kənardan da kənara öyrədim deyə bir kimsə olub dublyajda ya yox. Ki, yəni kim səni Yəni, gətirib mən də buna dəstək olmuşam, öyrətmişəm, yol göstərmişəm. Bunu belə eləmə, elə eləmə. Bu, Yəni tələbə kimi. bir tələbə yetişdirmisənmi, belə deyim? konkret olaraq elə bir tələbə, yəni o imkan olmayıb ki, tələbə yetişdirmək, amma təkliflərim olub ki, məsəl üçün Yönəltmisən. yönəltmişəm ki, məsələn bu uşağın bu tutaq ki, tələbədirsə, bunun səsini bir yoxlamaq olar, bir hansısa yönəltmək olar və tələbəni də gətirmişəm. Onlar məsələn Olub mənim yanıma göndərdiyi dəfələrlə yoxlayıb. olub. Sonra Eşəl qızı çox istedadlıdır. yeri Xəbərim var. gəlmişkən. hə, sonra Vüqar ATV-də olanda məsələn Vüqar Əhmədov. Vüqar Əhmədov onu da yanına gətirmişəm. Orada da məsələ belədir ki, dublyajda da axı həmin o təzə başlayanlar üçün xüsusi bir yer yoxdur, xüsusi bir studiya yoxdur ki, onlarla məşğul olsunlar. Təəssüf. O mənada. Ona görə də biraz o məsələlər çətindir. Digər mən xarici verilişlərə də baxanda aktyorların deməli belə deyim də şükür elədikləri və bəxtimizin gətirdiyi bir məqama toxunurlar.
Biz də Emin sənlə mən də yaşamışıq, Elşən sən də yaşamısan. Deməli deyir ki, mən səsimi yoxladılar, bəyəndilər, aktyordur. Bəyəndilər. Mənim bəxtim nədə gətirdi? Mən düşdüm, onda deyir 4 nəfər, 5 nəfər səsləndirdik. Mən onların arasına düşdüm. Mənə də xırda rollar verirdilər. Qıraqdan belə dümsüyləyərək idarə eləyirdilər ki, yerində oxu, başda. İndiki çətin mərhələ nədən ibarətdir? Biz tək-tək səsləndiririk və sən həmin aktyorun nəfəsini, dialoqunu tuta bilmirsən. Hiss eləyə bilmirsən. O öz yerini yazır, mən yazmalıyam, getməliyəm. Yəni iş o qədər tempdədir, sürət o həddədir ki, biz də elə yetişirdik. Məsələn, mən olurdum, Emin işarə edirdi ki, budur, yerin çatır. Məsələn, mən bu sözü dəyişdim, bu sözü demə, bu sözü yığışdır, bu səhvdir. Məsələn, yerində yəni çatdı, işarə edirdi. İşarə eləyirdi. Yəni artıq onların tempinə düşürdün, sən özünə asılı olmayaraq qoşulurdun onlara, elə bil at çapırdın da, belə bir növ. Yəni Elşən müəllim də demək istəyir ki, bunun üçün bir şərait yaranmalıdır. Bir studiya falan olmalıdır. Biz indi bunu gələcək verilişlərdə İbrahim müəllimlə də müzakirə edəcəyik. Əsas suallara o sağlıq cavab olsun, verəcək. belə bir niyyətimiz də var ki, yəni belə qabaqdan Bəli. gəlmişlik olmasın ki, gələcəkdə deməli dublyaj aktyorlarının yetişdirilməsindən bağlı bir kursumuz olacaq. O başlayanda deməli kast elan eləyəcəyik. Çox güman ki, İnşallah. sizin kimi müəllimlərə də Elşən müəllim ehtiyacımız olacaq orada. Amma Elşən müəllim, son olaraq dünəndən bu günə çox şey dəyişib, inkişaf var. Razısınız dublyajda inkişafla bağlı, ümumi texniki tərəfdən, yaradıcı baxımdan bu inkişafı hiss edirsiniz və görürsüz? İnsan aktyor resursları baxımından, yəni indiki vəziyyətdə, yəni indiki aktyorlarımız var. İnşallah ki, mən inanıram ki, yəni bizim bu aktyorların kifayət qədər gücü var. Elə filmlər ola bilər ki, biz var ki, məsələn biz onları çox böyük cəsarətlə məsələn başqa ölkələrdə göstərə bilərik ki, məsələn bizdə belə bir səsləndirmə var. Bunu eləyə bilmək Yadındadır, Sovet filmi yazırdıq, sən şübhə ilə yanaşırdın. Dedin bizdən yaxşı alınmaz. Düzdür. Sonra zəng elədin, dedin ki, çox yaxşı gözəl alındı. Yəni biz elə filmlərimiz çoxdur. Moskva göz yaşlarına inanmır. Sonra Xəzər TV-də də İşte məhəbbət çox macərası. bir Rus filmi var. Çox gözəl olunmuşdu. Yəni nümunələr kifayət qədər var, çoxdur. Biz göstərə bilərik ki, məsələn, sadəcə olaraq Tərif öz yerində mənə sənin bir də narazı məqamların lazımdır. Nəyi düzəldək? Gözləntilərin nədir? Nələr olunmalıdır? Məsləhətlərin nədir? Bunu da de, yekunlaşdıraq. Yəni hansı proqressiv addımlar atılmalıdır ki, dublyaj tam hamımızın istədiyi səviyyəyə gəlib çatsın? Təkcə dublyajı biz əlahiddə götürə bilmərik. Çünki dublyaj bizim mədəniyyətimizin bir hissəsidir. Buna görə də kinomuz inkişaf eləməlidir ki, dublyajımız da inkişaf eləsin. Teatrımız da. Yəni bu inkişaflar paralel getməlidir. Ola bilməz ki, teatrımız yoxdur, kinomuz yoxdur, amma dublyajımız dünyada birinci yerə gedir. Birinci yerdə tur. O ola bilməz. Yəni bütün kompleks halda baxmaq lazımdır bu işlərə ki, bu işlər ümumiyyətlə film bumu, çəkiliş bumu, nə bilim serial bumu, nə bilim teatr, incəsənət, sənət bumu qalxmalıdır ki, dublyaj istər-istəməz qalxacaq. İstər-istəməz olacaq. Yəni dilimizə, indi biz dublyajdan danışırıqsa, deməli dilimizdən danışırıq. Dilimizə dəyər verməliyik. Əgər dilimizə dəyər versək, deməli biz dublyajımıza da dəyər vermiş oluruq da. Biz tamaşaçıları o kompleksdən çıxartmalıyıq ki, hələ də o var o kompleks ki, Azərbaycan dilində dublyaj yox, rus dilində mən baxmaq istəyirəm. Deyirəm ki, axı rus dilində o bir adam səsləndirir, o da belə deyir, yox, hələ mən ona baxmaq istəyirəm. Yəni ki, Elşən müəllim, lap çox adam bu səsləndirsə də dublyajə münasibət deyil. Bu onun dublyajə münasibəti deyil. Bu onun dilə münasibətidir ki, yəni o bizim ümumiyyətlə dilimizi bəyənmir, qəbul eləmək istəmir. Bu şeylər var və bir də maddi texniki baza, yəni ki, bu dublyaj ümumiyyətlə həm çox yüksək səviyyədə, yüksək dövlət tərəfindən, yəni dublyajla bağlı çox ciddi addımlar atılmalıdır. Dublyaj kinoteatrlarda O ən yaralı bəli, kinoteatrlarda Azərbaycan dilində səslənməlidir.
Bunun üçün texnika ayrılmalıdır. Mənim yüksək dünən qarşıma səviyyədə. bir dənə video çıxdı Buyurun. yeri gəlmişkən. Türk blogerdir, yox, türk turistdir, kinoteatra girib və video çəkib menyunu göstərir oradakı. Deyir, bu necə ola bilər ki, burada mən gəlmişəm kinoteatra və Azərbaycan dilində istəyirdim bir kinoya baxım. Burada ancaq rus dilində və türk dilindədir. Deyir, siz nə edirsiniz? İnanın, mən utandım o videoya baxıb. Belə Mən utandım. çox misal gətirmək olar, utanc vericidir həqiqətən. Doğrudan acınacaqlıdır o barədə vəziyyət. Amma yenə ümid deyir, ölmür də. Ümid, yəni Ən ki, sonda ölmür. Bu gün məsəl üçün bax bu gün bayaq İbrahimlə də danışdım. Bu verilişin özü müəyyən sənət adamlarının bura qonaq kimi dəvət eləyirsiniz. Dublyaj ustadlarımızı, onlar öz fikirlərini bildirirlər və siz bu problemi qoyursunuz. Biz hərəmiz bir problem haqqında danışırıq. Bunun özü də bir addımdır, bir cəhddir və nə Ümid yaxşı ki, edirik ki, bunu eləmisiniz. Ümid edirik ki, Sağ olun, bunları siz də sağ eşidəcəklər. olun. Yəni bir işıq ucu olacaq və istədiyimiz o nəticəni əldə eləyəcəyik. İnşallah. İnşallah mən də inanıram ki, ümid edirəm ki, hər şey yaxşı olacaq. Mən həmişə ümid edirəm. Siz də sağ olun ki, gəldiniz Elşən. Çox sağ ol Elşən. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Ürəyimi boşaltdım. İndi çox danışan da deyiləm, amma məni məcbur Amma edirdiniz ki, Kifayət qədər Gözəl, danışdın. səliqəli danışırsınız. Çox sağ olun. Lazım 6 olan manat verir mesajları də. verirsiniz. Sizlə mən necə deyirlər, o suda balıq necə özünü hiss eləyir, mən də elə hiss elədim, çünki siz mənim həmkarlarımsınız. Təşəkkürlər. Sağ olun. Oldu. Çox sağ olun. Sağ olun Təşəkkür edirəm. dostlar.